Yağış heç də hər zaman fəsadlara yol açmır. Bəzən müvəqqəti də olsa qeyri-adi təbiət mənzərəsi yaranır. Belə bir görüntü Qazaxda Damcılı bulağında qeydə alınıb. Güclü yağışlar nəticəsində dağlardan süzülən sular birləşərək möhtəşəm bir şəlalənin yaranmasına səbəb olub. Dağın sinəsindən tökülən su həm yerli sakinlərin, həm də təbiət həvəskarlarının marağına səbəb olub. Qeyd edək ki, bu nadir təbiət hadisəsi Damcılı bulağında ildə bir dəfə yaz aylarında yaşanır.